olanda sırf Aygün Kəzimovaya görə baxırdım Ay ki, ya. mənim sevdiyim müğənni orada sənmi deyirəm. Yəni ora elə müğənniləri qoyurlar ki... Amma yarışma Aygün xanım sənətkardır. Yox, misal, mən bilirəm, indi o əyləşmir. Yarışmaçıya görə baxılır, əzizim. Münsiflər heyətinə görə baxılmır. Bax, götürək Türkiyəni, o Səs Türkiyə yarışmasını. Bəli, orada da bir abırçılıq hadisə var. Orada hadisədən də yaxşı oxuyanları var yəni da. Yəni ki... Məncə hamısı hadisədir. Hamısı mı hadisədən yaxşı? Mənə elə gəlir. Üzr istəyirəm, burada biraz fərqli yanaşmalar var. Zavur qardaşın sözündə həqiqət var, bu peşəkarlıq tərəfdən. Amma məncə burada şou tərəfləri var ki, ifaçı bir var dənəsi ki. olsun da, bir dənəsi kimsə səsli olsun da, heç olmasa bir dənəsi güclü bir şey olsun, pedagog olsun da. Siz Səs Azərbaycan yarışmasından mı danışırsınız? Mən bilmirəm, nədəndir, heç baxmıram heç o yarışmalara. Sadəcə yarastıma çıxmışdı bir dəfə hansısa yarışmalar. Baxmasaz fikir bildirməzdi. Yox, yəni ki, ümumiyyətlə orada əyləşib Zülfiyə Xanbabayeva, xalq artistimiz. Neçə illərin Röya Ayxan, xalq artistimiz. Neçə illər ərzində yığılan şeylərdir də təcrübəm. Murad Arif. Çox neçə illər ərzində yığılan təcrübəmdir ki, mənə çox narahat edir.